Qəhrəmanlıqla dolu Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biri də 44 günlük Vətən müharibəsidir. Azərbaycan xalqı həmin 44 günlük Vətən müharibəsində bir nəfər kimi ayağa duraraq Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın işğalda olan torpaqları azad edildi. Bugünkü tədbirimiz bizim Astara rayonun Əzərüt kəndinə qəhrəmanımız Pəncəli Teymurovun xatirəsini yad etmək üçündür. Yazıçılar Birliyinin region üzrə bütün yazarları, rayon ziyalıları bir nəfər kimi biz qəhrəmanımızın ev muzeyinə getməyə qərar aldıq və bugün inşallah ora yola düşəcəyik. Pəncəli Teymur şəhid olub, Pəncəli Teymur şəhid olub, Pəncəli Teymur şəhid olub. Əziz dostlar, bu günləri biz milli qəhrəmanımız Pəncəli Teymurovun məzarı başındayıq. Pəncəli Teymurov sözün həqiqi mənasında hələ milli qəhrəman fəxri adını almamış xalqın ürəyində qəhrəman kimi tanınırdı. 2016-cı ilin aprel döyüşlərində şəhid olmuşdu. Amma hələ o vaxtdan bunun haqqında, Pəncəlinin qəhrəmanlığı haqqında qəzetlər yazırdı, saytlar yazırdı. Hətta biz Payızın 44 anı kitabını nəşr eləyəndə Həzi Aslanovdan sonra heç bilmirdik ki, Pəncəliyə milli qəhrəman adı veriləcək. Pəncəlinin adını çəkmişik orada ki, Pəncəli Teymurov həqiqətən öz qəhrəmanlığı ilə ad qoydu. Pəncəli Teymurov həqiqətən çox əsil hərbiçi kimi vətən uğrunda, torpaq uğrunda öz canını fəda elədi və qəhrəmanlıqla şəhid oldu. Yəqin ki, xatırlıyorsunuz, Pəncəlinin öz toyunda dediyi o sözlər, hamı onu xatırlayır, hamı onun sözləri eşidib, bilir. Bir daha mən təkrar eləmək istəyirəm ki, Pəncəli öz toyunda arzuladı ki, Allah mənə üç rəngli bayrağımıza bükülüb torpağa tapşırılmağını arzu edirəm. Bilirsiniz, hələ onda o müharibə hələ aprel döyüşləri olmamışdı, ondan sonraki o döyüşlər oldu. Yəni bu insan bütün varlığı ilə qəhrəman idi. Və fikir verin, belə bir yerdən, belə bir sıldırım dağlar, belə bir təbiəti olan yerdən belə bir qəhrəmanımız çıxdı. Həqiqətən bizim bölgəmiz, ümumiyyətlə Azərbaycan xalqı Vətən müharibəsində çox böyük qəhrəmanlıqlar göstərdi. Sağ olsun bizim möhtərəm Prezidentimiz 9 ildən sonra Pəncəli öz layiq olduğu adı aldı və Azərbaycanın milli qəhrəmanı oldu. Ahyai minhum olan vata ila ruhil merhuminel mahfuzunel malumin ve bi hakkı Muhammedin sallallahu aleyhi ve aleyhi ve bil fatihati ve sallallahu
Dağlara bir nida düştü, vətən səni səslədi. Qayalara izin yazıldı, külələr adın səslədi. Astaranın o igidi, qəlbində odun vardı. Torpaq sənə dar gəlmədi, qüdrətin asimana dardı. Əncəli Teymur mərd oğul, adın dillərdə dastandır. Sənin yolunda boy atan hər addım bir bahardır. Şəhid oldun vətən üçün, qaliblikdə payın var. Ruhun göydə bayraq kimi dalğalanır, ay igid yar. Ananın gözündə yaş var, fəqət qürur daha çox. Sənin kimi oğul yetişən yurd heç vaxt olmaz yox. Qardaşların döyüş yolları hələ də səni anır. Sənin qaldığın səngərdə hər gecə bir nur yanır. Əncəli Teymur mərd oğul, adın dillərdə dastandır. Sənin yolunda boy atan hər addım bir bahardır. Şəhid oldun vətən üçün, qaliblikdə payın var. Ruhun göydə bayraq kimi dalğalanır, ay igid yar. Hörmətli tədbir iştirakçıları, bugün Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Zona bölməsinin təşkilatçılığı ilə Azərbaycanın milli qəhrəmanı Əncəli Teymurovun bu müqəddəs ocağında "Vətən mənə oğul dedi" adlı tədbirə yığışmışıq. İlk öncə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi, başda Azərbaycanın xalq yazıçısı Anar olmaqla bizim qəhrəmanımızın anasını, ailə üzvlərini və bu tədbir iştirakçılarının hər birinə öz salamımızı və ehtiramımızı bildiririk. Azərbaycan öz tarixində çox ağırlı, acılı, çox çətin günlər olub, çətin günlər yaşayıb. Çətin o mənada ki, torpaqlarımız işğal olunub, insanlarımız qırılıb, insanlara bu və ya digər millətlər tərəfindən çox ağırlı, acılı həyat yaşadılır. Şükürlər olsun ki, Azərbaycan ilk Azərbaycan Xalq Cümhuriyyəti dövrü, hansı ki qısa 2 ilə yaxın davam elədi. Ondan sonra nəhayət son 35 ildə Azərbaycan özünün təkrar müstəqilliyini bərpa elədi. Dövlətin müstəqilliyi ola bilər, dövlətin dili ola bilər, dövlətin konstitusiyası ola bilər. Amma dövlətin qarşısında duran ən böyük və ən müqəddəs vəzifə öz torpaqlarını, öz ərazi bütövlüyünü təmin edib, suverenliyini bərpa etməkdir. Həqiqətən 1988-ci ildə başlanan Qarabağ uğrunda ermənilərin apardığı dırnaqarası müharibə xalqımızı çox böyük bir mənəvi sarsıntılara, mənəvi əzablara düçar etdi. Hər birimiz bu yaxın tarixin söhbətidir, hər birimiz bu tarixin şahidik, hər birimiz bunu görmüşük. Xüsusən 2020-ci ilə qədər, Vətən müharibəsinə qədər Azərbaycan xalqının 30 il ərzində ermənilərin torpaqlarımızda etdiyi vəhşiliklərin şahidi olmuşuq və əlbəttə ki, hər birimizin ürəyində bu qaysaq bağlamış bir yara idi. Tarixi şərait imkan verir ki, xalq öz azadlığı uğrunda, öz ərazi bütövlüyünü təmin etmək uğrunda mübarizəyə qoşulsun. Həqiqətən, dünyanın ən böyük siyasətçilərindən biri olan Ulu Öndərimiz Heydər Əliyev sonuncu 10 illik hakimiyyəti dövründə torpaqların azadlığı uğrunda bu müharibəyə başlamadı. Bu səbəbsiz değildi.
müharibənin başlanması üçün qeyd etdiyim kimi müəyyən səbəblər, müəyyən şərait olmalıydı. Ondan sonra hakimiyyətdə olan indiki bizim prezidentimiz, möhtərəm prezidentimiz İlham Əliyev də təxminən 17 il ərzində bu əzablara, əziyyətlərə, belə deyək, mənəvi əzab əziyyətlərə dözdü. Əlbəttə ki, beynəlxalq arenada və ümumən bütün dünyada torpaqlarımızın müqəddəs olduğunu, torpaqlarımızdan bir qarışını belə erməni işğalçılarına verməyəcəyimizi dəfələrlə bəyan etmişdik. Amma 17 il ərzində yenə o müharibə başlamağa ürək eləmədi. Çünki müharibə üçün xalq, müharibə üçün güclü iqtisadiyyat, müharibə üçün, müharibə etmək üçün güclü ordu yaratmaq lazım idi. Şükürlər olsun ki, 2020-ci ilin sentyabr ayının 27-sində Azərbaycan xalqı möhtərəm prezidentimizin komandanlığı altında 44 günlük vətən müharibəsinə başladı. Və 44 gün 2023-cü ildə isə bir günlük antiterror əməliyyatı ilə Azərbaycan torpaqlarının ərazi bütövlüyümüz, torpaqlarımızın bir qarışına kimi işğalçılardan azad olunması tamamilə başa çatdı. Əlbəttə, buna qədər də müəyyən proseslər gedirdi ki, xalqımız həmin o müharibəyə hazırlaşırdı. Buna qədər olan hadisələrin ən mühümü bizim hərb tariximizdə xüsusilə böyük yer tutmuş 2016-cı ilin aprel döyüşləri idi. Bu günləri məhz həmin döyüşlərdə şəhid olan Pəncəli Teymurovun xatirəsini yad etmək üçün buradayıq. Pəncəli Teymurov başda olmaqla Azərbaycan xalqının azadlığı uğrunda, torpaqlarımızın işğaldan azad olunması uğrunda, ərazi bütövlüyümüzün təmini uğrunda şəhid olan bütün övladlarımızın xatirəsini bir dəqiqəli sükutla yad etməyinizi xahiş edirəm. Aziz dostlar, qeyd etdiyim kimi bugünkü tədbirimiz Vətən Mənə Oğul desə adlanır. Təbii ki, bizim
qəhrəmanımız Pəncəli Teymurova həsr olunan tədbirdir. Tədbirin məqsədi Azərbaycan bölgə yazarlarını bir yerə cəmləyib bu müqəddəs ocaqda görüş keçirməkdir. Azərbaycanın milli qəhrəmanı Pəncəli Teymurovun bu müqəddəs ocağında bu tədbirimizə yığışmışıq. Hər birimiz bir daha ona Allah'tan qəni-qəni rəhmət diləyirik və inanıram ki, onun ruhu həqiqətən şaddır. Həm torpaqlarımız azad oldu, həm də ki, xalqımız bir an belə onu və digər şəhidlərimizi yaddan çıxartmır. Mən ilk olarak sözü Pəncəli Teymurovun anası bu dağlar qoynunda həmin o qəhrəmanımızı bəsləyib Əzərüd kəndindən çıxan o kənd uşağı Azərbaycanın milli qəhrəmanı kimi böyük fəxri ada layiq görülmüş həmin o igidimizi bu xalqımıza bəxş edən bu əmanəyə söz verirəm. Buyursunlar. Bugün Pəncəlinin həyatına yığışan bütün bacı qardaşları salamlayıram. Xoş gəldin deyirəm. Gələn ayaqlarınız var olsun. Allah hamıya can sağlığı versin. Allah hamıya kömək olsun. Gəlmisiniz. Allah sizdən razı olsun. Mən düzdür 9 il biz Pəncəlinin bu ad verməyi ilə 9 il yolumuz, gözümüz yolda idi. Sağ olsun bizim Azərbaycan dövlətinin başçısı olan cənab İlham Əliyevə. Allah ondan razı olsun, Allah ona can sağlığı versin. O gün onun Pəncəlinin milli qəhrəman adını imzaladığını eşitdim. Çox sevinclə o sözü qarşıladım. Amma mən elə bildim bir mənəm sevinən, mənəm bu sevinclə yaşayan. Amma aradan 5 dəqiqə keçmədi. Gördüm bütün Azərbaycan xalqı hamı ayaq üstə Pəncəlinin milli qəhrəman adını təbrik edirlər. Telefonlar dayanmadı. Bəlkə bir həftədən çox telefonlar dayanmadı. Bütün millət, Azərbaycanlılar, harda, xarici ölkələrdə də yaşayan Azərbaycanlılar hamı təbrikə qoşulub Pəncəlinin adını təbrik elədilər. Bizim Respublikamızın başçısı olan cənab İlham Əliyevi təbrik elədilər. Bəli, mən bunu demişəm, yenə də deyirəm, bütün təbriklər bizim prezidentimizə düşür. Allah prezidentimizi bizim başımızdan bir dəqiqədə əskik eləməsin. Sağ olsun, bu azadlığı bizə bəxş eləyən bizim prezidentimizdir. Allah ona can sağlığı versin, Allah kömək olsun. Allah bütün Azərbaycan xalqı həmişə azadlıq, həmişə xalqımız firavan, azad yaşasınlar. Çünki bizim evladlarımız öz canını, öz qanını bu azadlıq yolunda veriblər. Arzu edirəm bu azadlıq Azərbaycan xalqı üçün əbədi, daimi olsun. Öz övladlarımızı da əgər şəhid vermişik, yenə də bizim ürəyimiz çox böyükdür. Arzu edirik bu azadlıq əbədi olsun, daimi olsun. Arzu edirəm Azərbaycan bayrağı bir Azərbaycanda yox, bütün dünya üzərində yüksəklərdə dalğalansın, bir daha bizim bayrağımız enməsin. Çox sağ olun, minnətdaram hamınıza. Həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən bunu siz ürəklə deyirəm, təmiz ürəklə deyirəm. Hər zaman xalqım üçün, vətənim üçün, torpağım üçün canımla qanımla keçməyə hazıram.
demişəm ki, vətənim üçün şəhid olun. Azərbaycan Respublikasının 3 rəngli ay ulduzlu bayrağı ilə bükülüb tabutun dəfn olmaya getsin. Hamınızı öpürəm. Yəqin ki, hər biriniz köyrəndiniz. Həqiqətən Azərbaycan tarixi 44 günlük vətən müharibəsi dövründə dünya ölkələrinin yaşamadığı bir tarix yaşadı. Bəlkə də dünyada yeganə müharibədir ki, bu müharibədə ata-ana öz tək oğlunu gülə-gülə ölümə yola saldı. Müharibə bütün hallarda ölümdür, fəlakətdir, dəhşətdir, qırğındır. Amma bilə-bilə ki, bunun övladı ora gedir, gülə-gülə. Mən bunun şahidi olmuşam. Müharibənin ilk günlərində və burada olanların yəqin əksəriyyəti, demək olar ki, bəlkə də hamımız bunun şahidi olmuşuz ki, dünya tarixində görünməyən hadisə idi. Nişanlı qızlar öz nişanlarının yüzündən öpüb yola saldılar. Ata-ana öz tək övladını yola saldı. Həmin o dəhşətli, o ağır, o dəhşətli müharibəyə. Və hələ o müharibədən əvvəl, yəqin ki, bilmirəm toyu nə vaxt olub rəhmətliyin, 2016-cı ildə aprel döyüşlərində rəhmətə gedibsə, 2014-cü ildə hələ aprel döyüşlərinə 2 il qalmış Pəncəli Teymurovun arzusuna fikir verin. Bu həqiqətən görünməyən bir hadisədir. Bu həqiqətən hər bir oğulun dilə gətirə bilmədiyi sözlərdir. Bu həqiqətən Azərbaycanın fəxr eləyəsi bir oğludur ki, hələ müharibə başlamamış, hələ aprel döyüşləri heç başlamamış, görün o nə arzu edir. Allah onu arzusuna çatdırdı. Allah onu öz müqəddəs arzusuna çatdırdı, həqiqətən. Pəncəli bu kənddə böyüyüb, amma Asxanakənan kənd məktəbinin şagirdi olub. Və maraqlısı da budur ki, bu məktəbin 2 yetirməsi qəhrəman olub. Həm Mirzə Cəbiyev, həm də Pəncəli Teymurov. Mən indi sözü Pəncəli Teymurovun həyatı haqqında qısa məlumat vermək, həm də öz arzu fikirlərini bildirmək üçün Asxanakənan kənd orta məktəbin müəllimi vaxtı ilə Pəncəliyə dərs deymiş və deyilənə görə elə toyunda da tamada olmuş Ramiz müəllim Gəncəyə verirəm. Buyursun. Hörmətli qonaqlar, bütün kənd cəmaatı, kənd ziyalıları, kənd ağsaqqalları tərəfindən sizləri salamlayırıq, xoş gəlmişsiniz. Bugün həqiqətən Azərbaycanımızın milli qəhrəmanı Pəncəli Teymurovun Teymurov ocağının işığına yığışmışıq və buna görə minnətdarlığımızı bildiririk. Gələn qonaqlara çox sağ olun deyirik. Bəli, bayrağı öpüb gedən oğullar, bayrağa bükülüb qayıtdı onlar. Və mən cəmi şəhidlərimizə Allah Taala cəmi şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa, veteranlarımıza can sağlığı arzu edirəm. Və bu sevinci bizə bəxş edən Müzəffər Ali Başkomandana, Azərbaycanın şanlı həm də şanslı ordusuna öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Bəli, noyabr ayı adlı günlərlə zəngin olan və ən şərəfli günlərdən biri də 8 noyabr Zəfər günü idi. Və bugün ərəfəsində noyabr ayında bizim üçün, bütün Azərbaycan xalqı üçün şərəf gətirən bir gündə əlavə olundu. 7 noyabr 2025-ci il. Və bu 7 noyabrda Müzəffər Ali Başkomandanımız Azərbaycanın cəsur, igid oğlu həm yerlimiz Pəncəli Teymurova Azərbaycanın milli qəhrəmanı adı verilməsi ilə bağlı sərəncam imzaladı. Və bu bütün Azərbaycan xalqının bütövlükdə hər birimizi böyük bir sevincinə şərik oldu. Onsuz da o qəlbimizdə qəhrəman kimi yaşayırdı. Lakin rəsmi olaraq qəhrəman elan olunandan sonra sevincimizin həddi hüdudu olmadı. Və bu münasibətlə mən hər birinizi, o cümlədən özümü, o cümlədən ən birincisi qəhrəmanın anası olan
Vahimə ananı təbrik edirəm. Onun timsalında bütün şəhid anaları təbrik edirəm. Və mən bir daha təbrik edirəm. Vahimə ananı təbrik edirəm. Və onun ailə üzvlərini təbrik edirəm. Və sizlərə özlərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Sağ olun. Dostlar, bugün Pəncəlinin qardaşı qızı Nursaç Teymurova da daxil olmaqla bizim 4 gözəl qızımız Aytaç Həsrətli, Ayan Qurbanlı və Sevəngül Ağazadə Astana şagirdləridir. Bunlar bu kəndin şagirdləridir. Yəni Astana gələn kənd məktəbinin şagirdləri bir kompozisiya hazırlayıblar bizim qəhrəmanımız haqqında. Aslan Pəncəlim bir bayraq altında möhkəm birləşib, cəngavər oğullar bir himməbəndir. Vətən başdan başa mübarizləşib, komandan yetər ki əlini endir. Yanaşsan əskərin hansı birinə, intiqam hissi ilə yanıb tutuşub, cəbhədə hər ölən oğul yerinə neçə min qəhrəman oğul yetişib. Astara rayonu Əzərüd kəndi bir oğul itirdi, adı Pəncəli. Bütün el başına yığışıb indi, fəxridir onunla öz doğma eli. Anası qürurla baxır oğluna, deyir 5 oğul böyütmüşəm, 5'i də aslan. Bu torpa uğrunda, vətən uğrunda, oğlumun biri yox, 5'i də qurban. Vətənə qeyrətli oğul gərəkdir. Torpaq vətən olmaz, şəhid olmazsa, demirəm öz oğlum dünyada təkdir. Şərəflə ölübsə batmaram yasa, başını dik tutub Nur Məmməd ata. Bu yolu könüllü seçmiştir oğlum. Belə olmalıydı onun gəlişi, həmişə tapdalanmış yurdaydı bağlı. Deyirdi hər zaman ən böyük arzum vətən torpağını azad etməkdir. Bu şərəfli yolda qoy şəhid olum. Əsas iş o yolu seçib getməkdir. O öz şad günündə, toyunda belə gözlüylə görürdü öz tabutunu. Müqəddəs bir arzu gətirdi dilə, 3 rəngli bayraqla dəfn edək onu. Onu tək qoymayıb silah daşları, tər-tərdən dostları gəlib onunla. Pəncəlim qoymayıb ensin başları, borcunu ödəyir onlar bununla. İndi bu millətin sözü, söhbəti Pəncəli olacaq, Pəncəli qardaş. Hər kəsin kəndində artdı hörməti, hörmətin anana təsəlli qardaş. Öz doğma yurduna şərəf gətirdin, cəngavər ürəkli aslan Pəncəlim. Sarsılmaz əzmlə döyüşə girdin, olmusan dillərdə dastan Pəncəlim. Olmusan dillərdə dastan Pəncəlim. Allah bütün şəhidlərimizə. Salam şəhid anası, salam şəhid anası, mən də sənin bir balan. Olmasam da qəhrəman Şuşa Kəlbəcər alan. Sənin oğlun tapşırıb, səni mənə yol aldı. Məzunun sayəsində ordumuz zəfər çaldı. Salam şəhid atası, sən necə qürurlusan, dağ boyda
renkli bayrakla bezenip üstü. Uzanır tabuta hamının eli, kucası cavanın şirli şikesti. Ayağa kalkıptır bütün astara. Ahır dalga dalga gelir adamlar. Bu adamlar hala, bu yerler hala. Bu derdi bir be bir bölür adamlar. Penceli ölmeyip o öle bilmez. O bir igid idi, qəhrəman idi. Düşmən gilləsinə tuş gələ bilməz. O ki doğulandan bir aslan idi. Bəli pəncəlidir aslan pəncəli. Cürətdə, hünərdə qalmazdı geri. Bircə yumruğuyla yıxardı kəli. Cəhvə bölgəsində başqaydı geri. Atası dayanıb boynu bükülü. Oğlunu seyredir iller yorğunu. Baxdıqca oğluna bağrı sökülür. Belə cəngavərin budur musunu. Belə cəngavərin budur musunu. Təbrizə Pünana bu şeiri yazdığına görə təşəkkür edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Dostlar, qeyd etdiyim kimi bizim bugün məclisdə həm də musiqi nömrələri olacaq. İlk olaraq mən sözü bizim çox tanınmış müğənnimiz, hamımızın sevimlisi, əzizi Zaur Babayevə verirəm. Zaur müəllim siz üçün Xudayar təslifini ifa edəcək. Buyursun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah anamıza can sağlığı versin. Sağ olun, var olun. Ne yaxşı ki, bax, hamımız bir yerdəyik bugün də. Buyurun, gəlsin olsun. Dumanlı dağların başında durdum, dumandan özüme bir xeymə qurdum. Dumanlı dağların başında durdum, dumandan özüme bir xeymə qurdum. Keçdi xəyalımdan öz gözəl yurdum, dumanlar başında duman göründü, duman göründü. Keçdi xəyalımdan öz gözəl yurdum, dumanlar başında duman göründü, duman göründü. Xəzər dənizi təyeşkimlə coşduyum, xülyalar içində sanki bir huşduyum. Xəzər dənizi təyeşkimlə coşdum, xülyalar içində sanki bir huşdum. Vətən arzusuyla nəğmələr qoşdum, tufanlar qarşımda dastana döndü, dastana döndü. Vətən arzusuyla nəğmələr qoşdum, tufanlar qarşımda dastana döndü, dastana döndü. Astara rayonunda da bu torpaqlarımız uğrunda öz həyatını qurban verən çoxlu şəhidlərimiz oldu. Bugünkü tədbirimizdə mən ilk növbədə Astara Pedaqoji Kollektivinə öz təşəkkürümü başda Kamran müəllim olmaqla bildirirəm. Həmin kollecin şöbə müdürü, şəhid həyat yoldaşı Nurana Fərəcova. Nurana xanım buradadır. Mən istəyirəm ki, ona söz verirsin. Buyurun. Bugün əlbəttə ki, sevindirici gündür. Çünki illər uzunu Pəncəliyə milli qəhrəman adını verməyi demək olar ki, tək Pəncəlinin ailəsi deyil, bütün Astaralılar, bütün Azərbaycan xalqı gözləyirdi. Bu dağlar qoynuna gələn zaman başqa cür fikirləşə bilmirsən. Burada böyüyən igid başqa cür qəhrəmanlıq da göstərməyə bilməzdi. Zaten Pəncəli hər birinin qəlbində milli qəhrəman idi. Bugün isə öz rəsmi adını aldı.
Mən əvvəl burada çıxış eləyəndə də demişdim. Aylar, illər keçəcək. Bu döyüş yolu heç zaman unudulmayacaq. Bəli, Pəncəli və Pəncəli timsalında olan qəhrəmanlar daim xalqının qəlbində əbədi yaşayacaq. Pəncəliyə dastanlar qoşulacaq, necə ki qoşulur, şeirlər qoşulacaq, əsərlər yazılacaq. Dünyaya gələn körpələrin beşiyinin başında Pəncəliyə qoşulan dastanlar, nağıllar deyiləcək. Bir daha hər birinizi təbrik edirəm. Gözünüz aydın olsun. Vahimə ana, gözünüz aydın olsun. Bu ad münasibəti ilə təbrik edirəm. Tək sizi deyil, bütün astaraları təbrik edirəm. Azərbaycanın başçısı cənab İlham Əliyevə bütün astaralar adından təşəkkür edirəm. Bu adı verdiyinə görə, Pəncəlini qiymətləndirdiyinə görə, diqqətinizə görə təşəkkür edirəm. Burada şəhid valideynləri iştirak edir. Şəhid valideynləri iştirak edir həm Astara rayonundan, həm də bizim Lerik rayonundan burada xüsusi təyinatlı dəstənin qəhrəman bir döyüşçüsü olub. Əli Qismət Yaqubov. Elədir gərək elədir. Bəli, Əli Qismət Yaqubov o vaxtı 44 günlük müharibədə şəhid oldu. O bir neçə ordenə, medala layiq görüldü. Həqiqətən onun da qəhrəmanlığı dillər əzbəridir. Hardasa mən fikirləşirəm ki, bəlkə də müəyyən vaxt keçəndən sonra o da bu milli qəhrəman adına layiq bir şəhidimiz olub, layiq bir zabitimiz olub, zabit olub özdə. Mən sözü bugünkü məclisimizdə iştirak edən Əli Qismətin atası, həm də gözəl şairimiz Mükafat Yaqubova verirəm. Buyur Mükafat mənə. Hörmətli tədbir iştirakçıları, hamınıza təşəkkür edirəm ki, bugün belə bir tədbirə yığışmışıq. Mən həmişə yerdə deyirəm ki, bütün şəhidlər mənim balamdır. Pəncəli də mənim balamdır, belə hesab edirəm. Baxmayaraq ki, Pəncəli 9 il bundan qabaq şəhid olub. Pəncəli bizim igid oğullarımıza örnək oldu. Bizim şəhid balalarımıza örnək oldu. Və onlar onun qəhrəmanlığına baxıb, onun vətənpərvərliyinə baxıb, özlərini vətən yolunda canlarını qurban verdilər. Pəncəli kimi oğullar, Mübariz kimi oğullar, Polad kimi oğullar bizim sonraki vətən müharibəsi qəhrəmanlarının, vətən müharibəsində iştirak edən şəhidlərimizin, oğullarımızın bir nümunə yolu idi. Onlara baxdıqca bizim oğullar vətən torpağını erməni kimi mənfur düşməndən xilas etmək üçün öz canlarını belə fəda etməyə hazır idilər. Mən çox danışmaq istəmirəm. Bura gələndə mən də bir şəhid atası kimi, bayaq Qafar müəllim qeyd elədi, mən şəhid baş leytenant, zabit, xüsusi təyinatlı qüvvələrin xidmət rəisi Əli Qismət Yaqubovun atasıyam. Azərbaycan bayrağı ordeni və 6 medala layiq görülüb və mən Pəncəli kimi oğulların, Əli Qismət kimi oğulların yolunda bir stimul olduğunu mən elə bu müharibədə gördüm. Belə oğulların yetişdirildiyi Azərbaycan kəndlərində, ailələrində Vahimə kimi analar da çox böyük rol oynayırlar. Mən istərdim ki, kiçik bir şeir yazmışam. Pəncəliyə əsr etdiyim, onu ifa edeyim. Ey uca dağların igid balası, vətəni bağrına basan Pəncəli. Arzusu çin olan şəhid balası, düşmənə göz dağı basan Pəncəli. Əskər edin, vətən oldum, zirvələrdə bitən oldum. Bir orduya bir tən oldum, düşmənə düşmən səngərini basan Pəncəliyə. Bu torpaq yetirib mübariz, hikmət, vətənə can verdi, can Əli Qismət. Polad kimi qəhrəmanlar bir sərvət, sən də milli qəhrəmansan Pəncəli. Duan qəbul oldu Vahimə ana, sevincin yayılıb Azərbaycana. Hamının borcu var bugün oğluna, ana qarşısında susan Pəncəli, düşmənin boynunu basan Pəncəli. Allah
Allah bütün şehitlerimizə rəhmət eləsin. Qazilərimizin canını sağ eləsin. Və arzu eləyirəm ki, biz ancaq şəhidlər haqqında və belə məclislərdə, belə tədbirlərdə danışaq. Bundan sonra müharibə olmasın. Balalarımız ancaq xoşbaxt günlər görsün. Çünki bu yolda bizim balalarımızın qanı gedib. Bu yolda bizim balalarımızın canı gedib. Yaşasın Azad Azərbaycan. Sağ olun. Sözü Aksaqqal yazısımız Səyavuş Mədən Süleymanlıya verirəm. Vahimə ana illərlə, həsrətlə gözlədiyi arzusuna da çatdı. Oğlu Azərbaycanın milli qəhrəmanı oldu. Mən də gecə oturub bir mənsur şeir yazdım. Amma əzbərləyə bilməmişəm. Elə belə sizə oxuyacağım. Onu sonra biraz da işləyəcəyəm. Amma bu mənsur şeiri anamız Vahimə anaya təqdim eləyəcəm ki, mənim 80 yaşım var, qoy bu da yadigar qalsın. Ay vətən oğlu, Pəncəli, hey Pəncəli, ocağına gör nə qədər el gəlib, ahıl gəlib, cavan gəlib, sel gəlib, dağlarına karvan karvan dost gəlib. Ay vətən oğlu, Pəncəli, hey Pəncəli. Döyüşlərdə qan uddurdun yağı düşmənə, dağlar oğlu olduğunu unutmadın heç zaman. Hünərinlə ad çıxartdın, söz verdiyin an yerinə əməl etdin yerində. Əzərrudun ad sanına süpər etdin canını, zaman zaman hünərindən danışıldı, hünərinə qiymət verdi bu zaman. Ay vətən oğlu, Pəncəli, ey Pəncəli. Şərəfsiz düşmənin tüfəng topundan qorxmadın. Mən şəhid olacağam deməyindən yorulmadın. Vahimə anana dərd verməkdən usanmadın. Təki vətən sağ olsun dedin sən. Ay vətən oğlu, Pəncəli, hey Pəncəli. Arzuların qəm yükündən boşalıb, qaçqınların Qarabağa baş alıb, köçkünlərin torpağında baş olub, böyükləşib, gözəlləşib, ümmanlaşıb Qarabağ. Çöllərində güllər bitir, göylərində quşlar süzür, hamı gülür, danışır, alqışlayır sizləri. Ay vətən oğlu, Pəncəli, hey Pəncəli. İgid ölər, adı qalar, demişlər atalar. Bizə miras söz mülkündən gəlmədir. Ey insanlar, deyin mənə, bu igidlik, bu hünər hardan gəlmədir? Deyim sizə, həzimizdən gəlmədir. Sağ olun. Sözü bizim güzel şairimiz Dağlaroğlu Xanlar Həmidə verirəm. Buyursun. Aziz qardaşlarım, bacılarım, gözəl insanlar, bu müqəddəs ocağa gələnlər şübhəsiz gözəl insanlar olar. Başqa cür mümkün deyil olsun. Bu yer elə bir gözəl yerdir ki, buranın çox qədim bir tarixi var. Yəni Şah İsmailin dövründə hətta buna rast gəlinir. Mən düşünürəm ki, Pəncəlinin adının özündə bir simvolika var. Heç bir yerdə mən Pəncəli adına rast gəlməmişim həqiqətən. Baxın, Pəncəli. Bu ad özü göstərir ki, bu qəhrəman olmalıydı, bu şəhid olmalıydı. Öz toyunda işıqda göstərir, bu şəhid olmalıydı. Niyə? Çünki Pəncəliyə laylanı bu dağlar çalıb. Pəncəliyə saf suyu, təmiz suyu, pak suyu bu dağlar içirib. Pəncəliyə müqəddəs çörəyi bu dağlar verib. Ona görə də əlbəttə ki, o böyük yolun yolçusu olmalıydı. Zirvələr çoxdur. Şair də zirvədə ola bilər, rəssam da ola bilər, usta da ola bilər, hər kəs ola bilər. O zirvəni fəth edə bilər. Amma şəhidlik zirvəsi elə bir zirvədir ki, orada şəhidlik zirvəsi özü şəhid olur. Gör nə deyirəm, heç bir zirvədə şəhidlik yoxdur.
Ama şəhidlik zirvəsi o zirvədir ki, orada zirvənin özü şəhid olur. Və insanlar o zirvəyə qalxan cismən şəhid olsa da ruhan Allah'ın dediği, yani mahnı evi deyilən bir cennet var. O cennette onun ruhu ebedi olur. Pəncəli Teymuru harda doğulub? Yani burada doğulub. Göre burada daha kim doğulub? Burada Şah İsmail'in sirdaşı. Şah İsmail'i böyüdən 7 insandan biri. En büyük sirdaşı. Onun ordunun baş komandiri. Onun saray muhafizəsinin reisi. Abdüləli bəy Dədə Talış doğulub burada. Abdüləli bəy Dədə Talış. 2 astaralı olub onun, yani o 7 nəfər arasında. Biri Xadin bəy Xülafədir, biri də Abdüləli bəy Dədə Talışdır. Bunlar hər ikisi tarixi şəxsiyyətdir. Hər ikisi ölüm tarixi də məlumdur. Abdüləli bəy Dədə Talış o şəxsiyyətdir ki, burada doğulub və hətta Şah İsmail'in atası Şirvan yürüyüşüne giderken orada da o yürüyüşünde iştirakçısıdır. Və Allah onda rəhmət eləsin, çünki ondan belə insanlar törəməlidir. Belə insanlar əmələ gəlməlidir. Belə insanlar yaranmalıdır. Məhəmməd Araz deyir ki, Xətainin qılıncını suvardım. Məhəmməd Araz karandaşı göyərdi. Mən isə deyirəm, Xətainin qılıncını suvardık. Ondan kim yarandı? Pəncəli Teymur kimi böyük qəhrəman. Pəncəli Teymur unudulmaz bir qəhrəmandır. Allah rəhmət eləsin. Sizə də Allah can sağlığı versin. Sözü bizim gözəl şairimiz, qəzəlxanımız Xatirə Xatuna verirəm. Buyursun. Ziyarətgaha gələnlər. Bugün burada sizinlə bir zamanlar adı ölkənin heç bir yerində çəkilməyən, heç xəritədə belə olmayan bir kəndi, indi bütün Azərbaycana tanıdan bir qəhrəmanın həyətindəyik. Mənə görə bu ziyarət bütün ziyarətgahların ən üstü olmalıdır. Bugün biz bir daha anlayırıq ki, vətən öz igidlərinin çiynində ucalır. Bu Pəncəli Teymur kimi şəhid məzarlarının bir dayaq kimi üstündə daha da ucalır. Vətəni ucalıda saxlayan məhz o igidlərdir. Adını öz qanı ilə tarixə yazanlar həm də o qanla bizim alnımızdakı ləkəni sildilər. Həm də göstərdilər ki, necə ölümlə ölümsüzlüyə qovuşmaq olar. Pəncəlinin adının alması xəbərini bütün Azərbaycanda, bütün vətəni sevənlər necə qarşıladısa, biz də elə qarşıladıq. Demək olar ki, sevincdən, bu xəbəri birimizə verəndə sevincdən hətta ağladıq. Və mən düşünürəm ki, bu kənddən çıxan bütün gənclər, elə yaşlılar da Pəncəlinin adına layiq olmalıdırlar. Pəncəliyə milli qəhrəman adı verilməsi həm də eyni zamanda bizim ölkə başçısının çox uğurlu bir siyasətidir. Ölkəni daxildən və xaricdən ölkəyə bir şəkildə qarşılıq salmaq istəyən separatçılara da layiqli bir cavabdır. Və mən gələndə yollara baxdım. Yüksəklik qorxusu olan biri kimi deyim ki, çox belə narahat oldum və ağlıma bu fikir gəldi. Bu cür yerdə necə uşaq böyüdərsən? Yaxşı yerdə, rahat şəraitdə oğul böyütməyə nə var ki? Belə çətinlikdə Pəncəli kimi oğul böyütmək, həm də 5-ini birdən gəlin etiraf edək ki, asan deyil. Ona görə də mən indi sizə söyləyəcəyim şeirdə əslində bütün şəhid analarını hədəf almışam. Amma bugün bu sözlərim bizim çox hörmətli, əlləri öpüləsi Vahimə anayadır. Duruşun məğrur, mətin, ömrün ən məşəqqətli, həm də çətindən çətin. Səndəki bu qürurun, vüqarın, əzəmətin qarşısında, önündə lalam, şəhid anası, salam, şəhid anası. Dərdini gizləsən də gözlərindən izlənir. O böyük, o yaralı, mərhəmətli qəlbində dünya boyda bir ağrı, həm də qürur gizlənir. Nə olsun ki, bunu sən gizləyib saxlayırsan? Bilirəm, tək qalanda sızlayıb ağlayırsan. Dərdinə mən ortağam. Sənin balan, mənim də balam, şəhid anası. Salam, şəhid anası. Səndən böyük güc yoxdur. Ən üst məqamda sənsən. Zirvə Everest deyil, bütün cahanda sənsən. Torpaq bizimdir deyib, oğlunun qanı ilə möhür vuran da sənsən. Mənim səcdəm əyilməz qalam şəhid anası.
Salam şəhid anası, salam şəhid anası. Seni şərəfli qadın, bir adın ana vətən, üzünün ağlığıdır saçlarına düşəndən, qarşında baş əyirəm, öpürəm o zəhmətkeş, qırışmış əllərindən, o sınıq ürəyini şeirimlə, sözümlə mən dedim azca da olsa, alam şəhid anası, salam şəhid anası, salam şəhid anası. Diqqətiniz üçün təşəkkür edirəm. Bir gün bu evə inşallah gözəl günlərin birinə gələk. İndi isə sizi musiqiyə verirəm. Bizim görkəmli muğam ustamız İmamverdi müəllimə, İmamverdi Ağayevə. Tanrı yurda yaradır bizə cənnət bağından, burada məskən salmışıq zamanın sübh çağından. Tanrı yurda yaradır bizə cənnət bağından, burada məskən salmışıq zamanın sübh çağından. Nuhun gəmisi durub baxır Ağrı dağından, Nuhun gəmisi durub baxır Ağrı dağından. Sənin adınla başlar tarixin ilk varağı, Azərbaycan bayrağı. Sənin adınla başlar tarixin ilk varağı, Azərbaycan bayrağı, Azərbaycan bayrağı, Azərbaycan bayrağı, Azərbaycan bayrağı, Azərbaycan bayrağı. Xəzərim nur parlayır üfüqlərin qarşında, birlik məşəli yanır yanar dağın başında. Babalar tarix yazıb Qobustanın daşında, babalar tarix yazıb Qobustanın daşında. Ən qədim andan gəlir millətimin sorağı, Azərbaycan bayrağı. Ən qədim andan gəlir millətimin sorağı, Azərbaycan bayrağı. Azərbaycan bayrağı, Azərbaycan bayrağı, Azərbaycan bayrağı, Azərbaycan bayrağı. Xeyr məğlub edibdir bu dünyanı şər günü, sevinclə yaşadık hər səhəri, hər günü. Ordumuzun gücüyle kazandık zəfər günün, biçibdi həsrət qəmin, qələbənin orağı, Azərbaycan bayrağı. Yarım aman, 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 Azərbaycan bayrağı, Azərbaycan bayrağı, Azərbaycan bayrağı, Azərbaycan bayrağı. Sözü bizim görkemli yazısımız, güzel yazısımız, hem de bugünkü Baba Məclisi tarixin yaddaşına köçürən şirketin rəhbəri Hafiz Mirzə verirəm. Mən hər şeydən əvvəl bu çən düşmüş, duman düşmüş dağları salamlayıram. Bu dağların yetirdiyi qəhrəman evladları, onları dünyaya gətirən qəhrəman anaları salamlayıram və hər birimizi bir daha salamlayıram ki, biz istəyir, salam Allahın adıdır, sülh deməkdir. Biz Lənkərandan, Astaradan, ətraf digər rayonlardan
bu müqəddəs məkana salam verməkdən ötürü gəlmişik. Pəncəli Teymurovun abidəsinə, məzarına salam verməkdən ötürü gəlmişik. Və yol boyu düşünürdük ki, dünyada belə ucqar yerlər var imiş və burada insan necə məskunlaşıb, necə məskən salıb. Və mən belə başa düşdüm ki, belə çətin həyat şəraitində bunların, deməli, bu yerlərin qışı çox çətin olur. Yaşayan adamlar təbiətə sinə gəlib, təbiətlə mübarizə aparıb, qalib gələn insanlar, belə qəhrəman evladlar yetirməlidir. Necə ki, Pəncəli Teymurov kimi bir qəhrəman yetirə bildi. Və kəndin adı da çox belə qəribə idi. Mən talış dilini yaxşı bilənlərdən də soruşdum ki, bu Əcərud nə deməkdir? Mənasını heç kəs aça bilmədi. Mənim anlamımda bu kəndin adı artıq qoyulub. Bu kənd Pəncəli kəndidir. Yəni, rəsmi orqanlar yəqin ki, bu barədə düşünəcəklər. Çünki adətən yaşayış məskənlərinə orada yaşamış, oranın tayfa başçısı olmuş, müdrik, qəhrəman şəxslərə görə ad verilərdi. Və Əcərud kəndini Pəncəli Teymurov nəinki bütün Azərbaycana, mən düşünürəm ki, harada Azərbaycanlı varsa, elə o yerlərə qədər tanıtdı, məşhur elədi və bu kənd artıq bundan sonra bizim hər birimizin nəzərində Pəncəli kəndidir. Mən belə başa düşürəm. Bu Qarabağ müharibəsi, erməni-Azərbaycanlı münasibəti, ümumiyyətlə erməni-müsəlman münasibəti barədə mən zaman-zaman bir neçə povest yazmışdım. Amma bu 2-ci Qarabağ müharibəsi ərəfəsində mən bir kəşfiyyatçı barəsində bir povest, hekayə mi, roman mı yazmaq barədə çox düşündüm. Çünki döyüşü birinci kəşfiyyatçılar aparır. Kəşfiyyatçılar gedib o yeri müəyyən edir, o yerin koordinatlarını müəyyən edir, hansı radiusda, hansı dərəcədə toplar düzəlməlidir, raketlər öz koordinatlarını tapmalıdır. Bunların hamısını kəşfiyyatçılar eləyir. Və bir kəşfiyyatçı haqqında yazmaq istədim. Əvvəl Mübariz İbrahimov barədə, sonra 2020-ci ildə Pəncəli Teymurovun qəhrəmanlığı belə yayıldı hər yana. Düşündüm ki, ümumiləşdirilmiş bir kəşfiyyatçı obrazın yaratmaq lazımdır. Və bizim adını Azər qoydum. Amma familiyası Əliyev. Çünki Ali Baş Komandanımız Əliyevdir və bizim baş əskərimiz, birinci əskərimiz Cənab İlham Əliyevdir ona görə. Və həmin povest Sonuncu Güllə adlanır. Bir kəşfiyyatçının həyatından, döyüş yolundan, Şuşanın azad edilməsi ərəfəsindən, o mərhələdən bəhs edir və o kəşfiyyatçı da cənubludur. Baş əskər Əliyev. Şuşaya bayraq sancan əskər Əliyev. O Pəncəli Teymurovdur eyni zamanda. O Mübariz İbrahimovdur eyni zamanda. Və mən eyni zamanda düşündüm ki, bu Pəncəli qeyri-adi bir addır. Burada Əli, Həzrət Əli ifadəsi var, Əli ifadəsi var, Pəncə ifadəsi var. Pəncə də şirə, aslana, pələngə xas bir ifadədir. Yalnız pələng kimi, şir kimi ürəyi olan bir insan öz pəncəsi ilə 30 illik bir işğal tarixinə son qoymalıydı və necə ki qoydu. Mən hər birimizin adından, şəxsən öz nəslim, tayfam adından, qəhrəman anasına başsağlığı verirəm və ən başlıcası düşünürəm ki, bu ad Azərbaycan tarixində çox məşhurlaşacaq. Hələ çoxlu şəxslər özlərinə necə Həzzi adını qoyurdular, necə Mübariz adlarını qoydular evladlarına və eləcə də Pəncəli adını qoyacaqlar. Və biz bu kəndə, biz Motla Yatağa gəlmişik, Motla Yataqda çəkiliş aparmışıq vaxtı ilə
düşünürdüm ki mutlu yataqda insan əgər məskən sala bilirsə, deməli orada yaşayanların hamısı qəhrəmandır. İndi görürəm ki, elə bu Əzərüd kəndinin də, yəni Pəncəli kəndinin də sakinləri heç bir döyüşdə iştirak eləməsələr də, Azərbaycanın bir qarışını burada qoruduqlarına görə, burada o təntənəni yaşatdıqlarına görə qəhrəmandırlar. Mən bütün Əzərüdliləri bu qəhrəmanlıq sənnaməsi ilə təbrik edirəm. Qəhrəman Pəncəli Teymurovun abidəsi önündə baş əyirəm və bu kitabı da onun muzeyinə bir hədiyyə kimi gətirmişəm və Pəncəli Teymurovun ruhuna Fatihə oxuyuram. Allah rəhmət eləsin. Sözü Lənkəran Dövlət Universitetinin dosenti, tarix elmləri üzrə fəlsəfə doktoru, həm də bizim Lənkəran Tarix Yarışmacılıq Muzeyinin direktoru Leyla xanım Məcidova verilir. Buyurun. Hörmətli Vahimə ana, hörmətli tədbir iştirakçıları, hər birinizi salamlayıram. Bugün bizim üçün qürurlu bir gündür. Bugün biz Pəncəlinin həyətində yığışmışıq və onun qəhrəmanlığından bütün bura yığışanlar bəhs edir. Bu təkcə bizim uğurumuz deyil. Bu bizim böyük Azərbaycanın uğurudur. Pəncəli bizim milli birliyimizin sarsılmaz gücüdür. Pəncəli Azərbaycanın Ali Baş Komandanının bugün ona verdiği adın talışlar içərisində separatçılığa meyilli olan insanların son demək olar ki nida işarəsini qoydu. Pəncəlinin keçdiyi ömür yolundan danışmaq istəyərdim. Bu məqaləmdə də qeyd eləmişəm və Pəncəlinin milli qəhrəman adı təsdiq olunduğu gündə bütün Azərbaycanın demək Pəncəli sevərlərin sevinç gözyaşlarını, ona olan sevgisini bir daha özündə göstərmiş oldu. Adətən aprel döyüşünün məsələn qələbə müdafiəçisi adlandırırlar. Ona görə ki o bizim ilk olaraq məğlubiyyət səhifəmizdən sonra qəhrəmanlıq salnaməmizi yazdılar və Pəncəlinin göstərdiyi rəşadət və bir çox şəhid ailələri burada iştirak edir. Mən tək-tək şəhidlərin adını çəkmək istəmirəm. O döyüşlərdə iştirak edən bütün şəhidlər qəhrəmanlardır. Bütün şəhidlər, qazilər, bizim milli ordunun rütbəli şəxsləri qəhrəmandır. Çünki o dövrdə 68 dövlətdə müharibə gedirdi. Pandemiya şəraitində bütün müharibələr dayandırıldı. Son 500 ildə demək olar ki, heç bir hökmdarın əlinə düşməyən, 30 illik zaman kəsiyində qürbətdə qalan vətən torpaqlarımızı Azərbaycanın prezidenti İlham Əliyev cənabları birlik quraraq bütün azsaylı xalqları birləşdirərək o torpaqları qaytardı. Bugün Pəncəliyə həsr etdiyim Ey Vətən oğlu şeirimdə də əlavə edirəm ki, sevgisi sığmırdı mərd ürəyinə, sən nankör çıxmadın duz çörəyinə, şəhid libasını geydin əyninə, ey vətən övladı, ey vətən oğlu. Qorxudan bir əsər yox idi səndə, düşməndən can aldın düşmən içində, sənlə qürur duyur ana vətən də, ey vətən övladı, ey vətən oğlu. Səndə bu torpağın qüdrəti vardı, həzi mübarizin qeyrəti vardı, düşməndən min qisas niyyətin vardı, ey vətən övladı, ey vətən oğlu. Elə ki başladın zəfər marşına, düşmən pul ayırdı məğrur başına, köçdün əbədi el yaddaşına, ey vətən övladı, ey vətən oğlu. Cənub bölgəsi əzəldən əbədi qəhrəmanlıq yetişdirən torpaqdır. Pəncəli kimi əfsanəvi qəhrəman yetişdirən, ona vətənpərvərliyin, torpağa məhəbbəti aşılayan isə fədakar anamız Vahimə anadır. Allahdan ona səbr arzuluyuram. Allah qəhrəman Pəncəlinin timsalında bugünkü qələbəni bizə bəxş edən bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun. Qoy analarımız ağlamasın, gəlinlərimiz göz yaşı tökməsin, atalarımız ağlamasın, övladlarımız atasız böyüməsin. Bugün onlar şəhid sorağına yox, Azərbaycanın xoş gününə şahid olsunlar. Qoy sülh günəşi bütün dünyaya Azərbaycandan işıq saçsın. Diqqətinizə görə hər birinizə təşəkkür edirəm. Sağ olun Leyla xanım. Sözü Astaranın şair oğlu Şahverən Cavada verirəm. Buyursun. Bütün dəyərli tədbir iştirakçılarını salamlayıram.
İcazə versəz, mən də kiçik bir şeirimi Pəncəli haqqında yazdığım kiçik bir şeiri oxuyum. Dağlar da vüqarlı əskər tək durub, ağsaqqal qayalar, bax, bardaş qurub, zirvələr dan yeri, dərələr qürub, qürurla döyünür neçə min ürək, Pəncəli, qəhrəman adın mübarək. Ömrünü xalqına bəxş edən insan, şərəflə ad aldın milli qəhrəman. Gözün aydın olsun vahimə ana, adına bir dastan mən yazım gərək. Pəncəli, qəhrəman adın mübarək. Başına milyonlar vəd etdi yağı, hər zaman düşmənə oldun göz dağı. Candan əziz bildin ana torpağı, toyunda dediyin arzular gerçək. Pəncəli, qəhrəman adın mübarək. Uca zirvələrdə tutmusan qarar, heç vaxt saçlarına yağmaz bəyaz qar. Gəldi əzərudə əbədi bahar, məzarın üstündə təzə tər çiçək. Pəncəli, qəhrəman adın mübarək. Sağ olun. Sözü bizim tanınmış şair Qəzəlxanımız Ziyafət Yəhiyyə verdim. Buyursun. Allah Teala bütün can fədai şəhidlərimizə rəhmət eləsin. Və mən bütün şəhid analarının qarşısında baş əyirəm. O cümlədən bugün xüsusən Vahimə ananın əllərini öpürəm, qarşısında baş əyirəm. Müqəddəs ruhuna dağlar baş əyib qəhrəman oğluyla salamlaşdılar. Müqəddəs ruhuna dağlar baş əyib qəhrəman oğluyla salamlaşdılar. Xoş bir təbəssümlə qaşını çatıb qocaman budaqlar cavanlaşdılar. Sən cömərd oğlusan Azərbaycanın, hünər meydanının qibləgahısan, sənə layla deyən ana torpağın yanan sinəsinin şirin ahısan. Bu dünya durduqca yaşayacaqsan, tarixin silinməz yaddaşlarında sənin yoxluğuna nəğmə oxuyan həzin bulaqların göz yaşlarında. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Çox sağ ol, təşəkkür edirəm. Dostlar, mən qeyd elədim ki, bizim məclisimizdə musiqi ilə məşğul olan sənətkarlarımız, müğənnilərimiz iştirak edir. Biri iştirak edir, mən onu ayrıca istəyirəm təqdim edeyim. Vətən müharibəsinin iştirakçısıdır, qazidir, bir neçə medallarla təltif olunub, Astara rayonundandır, bilmirəm hansı kənddəndir, Əsqanakaran kəndindəndir və Azərbaycan Milli Konservatoriyasının vokal xanəndəliyi üzrə 3-cü kurs tələbəsidir. Nə gözəl, sözü Samit Xudadlıya verilir, buyursun. Düşdü dillərə, obalara, ellərə. Adım düşdü dillərə, obalara, ellərə. Şükür edirəm min kərə,
Sözü Lənkəran Mədəniyyət Mərkəzinin direktoru, həm də elə Astaranın, Astaradan olan, Səhvkəndindən olan dostumuz Anar Kakayevə verdim. Buyursun. Hər vaxtınız xeyir olsun. Hamınızı xoş gördük. Əziz dəyərli qonaqlar, şəhid valideynləri, qazilərimiz və ziyalılarımız. 2020-ci il artıq biz belə deyək 44 gün ərzində tam vahid Azərbaycanı formalaşdırdılar bizim əskərlərimiz, bizim zabitlərimiz, bizim şəhidlərimiz onların qanı bahasına. Belə deyək ki, aprel döyüşlərində şəhid olanların qanları yerdə qalmadı. 2020-ci ildə biz vahid suveren Azərbaycanda belə deyək formalaşdıra bildilər. Çox şükürlər olsun ki, hər zaman bu cümləmi söyləyirəm ki, mavi rəngi sevirəm mən. Düşünürəm ki, bugün masmavi səmalar Azərbaycanın coğrafi mövqeyindən buludlar əsla əski olmasın. Qara buludlar bir mənalı olaraq xalqımızdan uzağa getsin. 7 noyabr, ümumiyyətlə noyabr ayı bayramlar ayıdır mənim fikrimcə. Zəfər ayıdır. Zaten bir tarix də 7 noyabr əlavə olundu. Mən bu münasibətlə bütün Pəncəli sevənləri və özüm də bu torpağın məhz belə deyək ki, açıq desəm, məhz bu Siyakü deyə də Qafar müəllimən atam uzun illər Mutlətəf kəndində müəllim işləyib və mənim özəyim burada qoydu. Mən bu torpağın oğluyam, belə deyək, əsası desək. Bu münasibətlə bütün Pəncəli sevərləri təbrik edirəm. Minnətdaram, var olsunlar, belə analar var olsunlar, belə elimiz, belə oğullarımız. Təşəkkür edirəm diqqətinizə görə. Çox sağ olun. Şair Ağamir Cavada söz verdim. Buyursun. Teşekkür ederim. Sağ olun. Başda qəhrəman anası, qəhrəman ana, vahimə ana olmaqla bütün Pəncəli sevərləri salamlayıram. Qəhrəman Pəncəli yazdığım bir şeiri oxumaq istəyirəm. Müqəddəs torpaqlar igid verir bar, vətənin yolunda qurban oldu can. Qəhrəman analar qəhrəman doğar, ana qəhrəmandır, oğul qəhrəman. Eşqinlə yandırdın sevgi məşəli, qəhrəman Pəncəli, igid Pəncəli. Şahid tək ən uca zirvəyə çatdın, vətən saf eşqinə nəğmələr qoşar. Hər sözün əməlin tarix yaratdı, adın tarixlərdə əbədi yaşar. Sevdin ana kimi vətəni, eli, qəhrəman Pəncəli, igid Pəncəli. Güneş də aləmə sevgi ilə doğar, haqqa məhəbbətlə işıqlanır dan. Haqsız zamanənin qurd xisləti var, qorxar ədalətin göz işığından. Yaşar igidlərin eşqi, əməli, qəhrəman Pəncəli, igid Pəncəli. Yetişdi göylərə işdiyin andın, yurdun əməlinlə qazandı adsan. Vətənə azadlıq eşqi ilə yandın, odlar diyarının qəhrəmanısan. Haqqa imza attı zamanın əli, qəhrəman Pəncəli, igid Pəncəli. Allah bütün şəhidlərimizi rəhmət eləsin və hər birimizi bir daha qəhrəman adı alması münasibəti ilə Pəncəlinin qəhrəman adı alması münasibəti ilə təbrik edirəm. Var olun. Çok sağ olun. Sözü bizim Astara'dan olan güzel şairemiz Təbrizə xanım Pünhan'a verirəm. Buyursun. Salam, hər vaxtınız xeyir olsun. Bugün müqəddəs bir ocağa yığışmışıq bugün. Mən deməli ilk dəfə Pəncəli Teymurov haqqında 2016'da bura ziyarətə gələn çoxsaylı insanları gördüm və Bakıda Pəncəli Teymurovun döyüş yoldaşlarının onun haqqında söylədiyi xoş sözləri eşitdim və qərara gəldim ki, və onlara söz verdim ki, mən evə qayıdan kimi Pəncəli haqqında bir poema yazacağım və sizə təqdim edəcəm. Bəli, onun qəhrəmanlığının cüzi bir hissəsidir. Çünki bir yazar, bir qəhrəman haqqında yazırsa, o mütləq qəhrəman qədər qəhrəman olmalıdır. O mütləq anasının keçirdiyi o duyğuları, o hissləri yaşamalıdır. Və mən doğrudan da çox ağır hisslər keçirərək bu romanı yazdım. Qəhrəman Aslan Ürəkli Pəncəli poemasını yazdım. Və 2017-ci ildə gətirib anasına təqdim etdim. Bu anası üçün hələ ilk idi və anası üçün böyük bir təsəlli oldu.
ve o günden bugüne kolektif olarak, mektep olarak biz her yıl ister ad gününde, ister onun şehadete kavuştuğu günde bütün kolektifle bura ziyaret edirik ve burada müqəddəs ocağımıza gelirik. Bugün de bir neçə gün bundan qabaq da biz buraya ziyarete geldik. Ben prezidentimize xüsusi təşəkkürümü bildirmək istəyirəm ki, doğrudan da bir qədər yubansa da Pəncəli öz hak payını alabildi. Pəncəli bugün milli qəhrəman adına layık görüldü. Ben elə bildim ki, bu sevinç təkcə bizim ailədə yaşandı. Biz hamımız gözyaşıyla urra diyerek bunu karşıladık. Ama bugün gelende Leyla Hanım'ı da dinledim. O da eyni hisleri geçirip, kime yanaşıramsa o da eyni hisleri geçirip, eyni cür sevinip, eyni cür gözyaşlarına boğulup. Doğrudan da bu sevinci bize yaşattığınıza göre size teşekkür ederim. Mektepli kızlarımız şiirlerimi burada söylediler. Ben şiir söyleyip de vaktinizi almak istemiyorum. Geldiğiniz için gelen ayaklarınız var olsun. Çok teşekkür ederim. Dostlar, bizim meclisimizde güzel bir sanatkarımız iştirak ediyor. Bütün Azerbaycan'ın sevdiği ve elbette ki hususen bu torpağın Cənub bölgesinin en sevilen, seçilen bir sanatkarı. Lənkəran Dövlət Dram Teatrının aktörü, emektar artist, prezident mükafatçısı Süceddin Mirzəyev. Buyursun. Senin adını çekende yüreğimde min duygu baş kaldırır. Biri gurur, biri hasret, biri yangı. Sen gidende demiştin, ata, ben torpaq için gidiyorum. Ben indi bu torpağın üstünde dayanıp her seher sana salam veririm. Bu torpaq indi təkcə torpaq değil, senin nefesindir. Senin ruhunun ışığıdır. Senin kanının şehadetidir. İndi her bahar senin adınla açır çiçekler. İndi her yağış senin ruhunla ıslanır bu yurdum. Sen şehit olanda ben ağlamadım. Çünkü şehit için ağlamak olmaz. Senin gelişin təkcə ölüm değildi. Senin şehadetin bu halkın alnına yazılmış azadlık duasıydı. Sen ölmedin oğlum. Sen o gün torpağın sinesinde yatan igidlerin cərgəsində ucaldın. Sen o gün elə ucaldın ki, biz yere baka baka seni göylerde gördük. İndi her azan sesi gelende elə bilirəm seni çağırır. Sanki igidler səmt düzülüp bayrağın altından geçip Allah'a salam verirler. Ben şehit atasıyam. Bu derttir. Ama ucalıktır. Bu yangıdır. Ama gururdur. Bu ayrılıktır. Ama ebediyetin başlangıcıdır. Evimizde sükut var indi. Ama o sükutun içinde sen danışırsın. Senin gülüşün her de evimizde seslenir. Ama o gülüş indi bir halkın sevincine çevrilir. Anan her gün senin şəklinə bakır. Ama o bakışta kederden çok fəxarət var. O seni gözyaşı ile yok, dua ile yad edir. Vətən sağ olsun oğlum. Vətən sağ olsun oğlum. Senin gibi oğulların var olduğu müddetçe bu torpaq hiç vaxt eğilmeyecek. Sen şehit oldun
Amma bu xalqın qəlbində yaşayırsan. Biz bu torpaqda yaşadıkça sən vətənlə bərabər göylərdə yaşayırsan. Vətən sağ olsun oğlum. Sənin kimi oğulların varlığı ilə bu torpaq əbədi azad qalacaq. Sən şəhid oldun. Ancaq bu xalqın qəlbində yaşayırsan. Sən ölümü aşan, əbədiyyəti qazanan oğlumsan. Eşq olsun sənətkarımıza, həqiqətən gözəl sənətkarımıza. Körpün olsun, hamımızı kövrətdi. Dostlar, mən tədbirin əvvəlində qeyd elədim ki, burada bölgə yazarları iştirak edir. Amma bizim çox uzaqdan gələn bir qohum, şairimiz var, dostumuz var. Ancaq və ancaq bu tədbirdə iştirak etmək üçün gəlib. Gözəl şairimiz, Bakıdan gələn qonağımız Qorxmaz Qadusi. Buyursun. Pəncəli, ulu torpağımın qəhrəman oğlu. Onu şir doğubdur, şirdir Pəncəli. Halal sudu, suyu, duzu, çörəyi tanıtdı aləmə, yurdu Pəncəli. Köksündə çağlardı sevən bir ürək. Xalqın gərəyi idi, xalq ona gərək. Vətəni canından artıq sevərək, vətən üçün canını verdi Pəncəli. Babək tək, həzi tək, əyilməz ərdi. Aslanlar əzmi ilə cəngə girərdi. Adını eşidən düşmən deyərdi. Həm gizli, həm əşkər, sirdi Pəncəli. Qələbə gününə şübhə qoymadı. Heyrətə gətirdi yaxını, yadı. Əbədi zəfərlə çəkilər adı. Şərəfli bir ömür sürdü Pəncəli. İndi azad olub əsir torpaqlar. Hər qarış torpaqda şəhid qanı var. Adı ilə dil açar mətin balalar. Qəvvərdə taxtını qurdu Pəncəli. Qədəmindən öpək vaimə anam. Qədəmindən öpək vaimə anam. Canımız cənnətlik ətrə boyana. Səcdəgah bəxş etdin Azərbaycana. Müqəddəs ocaqdır, pirdir Pəncəli. Onu aslan doğubdur, şirdir Pəncəli. Dostlar, indi qarşınızda çıxış edir Milli Konservatoriyanın məzunu, aprel döyüşlərinin iştirakçısı, gənc ifaçı, elə Astara rayonundan olan Məhəmməd Məmmədov. Qanat çalmaz sensiz bir an Azərbaycan. Boş günlərin getmir bir an xəyalımdan Azərbaycan. Gönlüm quşu qanat çalmaz sensiz bir an Azərbaycan. Boş günlərin getmir bir an xəyalımdan Azərbaycan. Səndən ayrı düşsəm də mən eşqin ilə yaşayıram. Yaralanmış qəlbim kimi qəlbi bir an Azərbaycan. Azadlıqdır bizə məlhəm, sənə dərman Azərbaycan. Dur ayağa, ya azad ol, ya tamam ya Azadlıqdır bizə məlhəm, sənə dərman
Lənkərandan gəlmiş qonağımız müharibə veteranlarının rayon şöbəsinin rəhbəri Salih müəllim Dostiyevə söz verirəm. Buyursun. Əziz, hörmətli şəhid anası, şəhid ailələri, qonaqlarımız, tədbir iştirakçıları. Bugün burada təkcə bir şəhidimizi anmırıq. Vətənə sədaqətin, igidliyin və qeyrətin rəmzinə çevrilmiş bir qəhrəmanı yad edirik. Mən bir Qarabağ müharibəsi qazisi olaraq böyük hörmət və qürurla şəhid Pəncəli Teymurov haqqında bir neçə kəlmə demək istəyirəm. Pəncəli Teymurov 2016-cı il aprel döyüşlərində torpaqlarımızın müdafiəsi üçün canını fəda etmiş, vətən sevgisini ən ali zirvədə şəhidliklə təsdiqləmiş igidlərimizdəndir. Onun qəhrəmanlığı bu millətin yaddaşına silinməz izlərlə həkk olunur. Vətənimiz bu igidliyi layiqincə qiymətləndirdi. 9 il sonra ona milli qəhrəman adı verilməsi Pəncəli Teymurovun göstərdiyi şücaəti olan ən yüksək ehtiramıdır. Biz müharibə veteranları və bütün Azərbaycan xalqı onun ruh qarşısında baş əyirik. Pəncəli Teymurov kimi qəhrəmanların adı daim yaşayacaq. Onların əmanəti isə hər birimiz üçün müqəddəsdir. Allah'tan bütün şəhidlərimizə rəhmət edilir. Qəhrəman qazilərimizə can sağlığı edilir və qürurla şəhidlərimizi anırıq. Və bizim bu qəhrəman şəhid anaların qarşısında baş əyirik. Şəhid valideynlərin qarşısında baş əyirik ki, belə bir qəhrəman övladları qoyardılar. Çox sağ olun, digər sözü minnətlərim. Sözü Astaranın çox gözəl şairlərindən biri və mənim həm də sevdiyim şair olan Nəriman müəllim Azəriyə verirəm. Buyursun. Buraya yığışan bütün insanları salamlayıram. Bu şəhidlərin bizə bəxş elədiyi birlik var bu. Azərbaycanımızı birləşdiriblər. Bu birliyi Allah Taala bizdən almasın heç vaxt. Bəli. O Hafiz Mirzənin bir sözü var, həmişə təkrar edirəm, deyir ki, dünyada çoxlu müharibələr gedir. Amma heç bir müharibədə ruh yoxdur, bizim qalda olan ruh. Bəli, bizim vətənimiz qoy yaşasın. Və mən də fikirləşdim ki, Pəncəli haqqında çox yazmışam mən. Vətənimiz haqqında bir şey deyim. Bir gövhərdir, hər gövhərdən seçilir. Obasından tanıyaram vətəni. Qocağında mavi gözlü Xəzərin aynasından tanıyaram vətəni. Zaman zaman dərd içində qovrulan, sərvətləri talanaraq sovrulan, xəmirləri halallıqla yovrulan, mayasından tanıyaram vətəni. Doymaq olmur bu füsunkar gülşədən, etinasız keçmək olmaz Şuşadan, yaddaşında tarixləri yaşadan, qayasından tanıyaram vətəni. Xəncər kimi bu bağrımı hey yaran, gen sinəmdən ürəyimi qoparan, şəhid oğlun öz çiynində aparan, anasından tanıyaram vətəni. Haqq Taaladır axirətdə gümanım, canda ruhdur sazım, tarım, kamanım, ana dilim, ana laylam muğamın, nəvasından tanıyaram vətəni. Çox dözmüşəm soyuğuna ayazım, heç bilmirəm nə düşünüm, nə yazım, sinəmizə dağlar çəkən arazın, yarasından tanıyaram vətəni. Nərimanam, dillərdədir sözlərim, unutmayın oğullarım, qızlarım, kör olsa da, görməsə də gözlərim, havasından tanıyaram vətəni, havasından tanıyaram vətəni, eşq olsun Azərbaycanım. Bir xanım şairəmiz burada iştirak edir, Əfsanə Sultan. Buyursun. Əfsanə xanım, bu şeirinizi Pəncəli
Başta şəhid ataları olmalı, analar, hər birinizi salamlayıram. Talış diyarı görkəmli insanlar, görkəmli şəxsiyyətlər yetişdirmişdir. Bütün Azərbaycan bu dəyərli insanlarla, övladlarla fəxr edir. Heydər Əliyev, ümumi liderimiz, bu qəhrəman övladlar haqqında belə bir fikir söyləmişdir. Mən sizə deyirəm, Azərbaycandır anam. Bu torpağın oğluyam. Azərbaycandır anam. Adınla öyünürəm, sinəndə böyüyürəm. Sən odlar yurdum mənim, tükənməz eşqim mənim. Şöhrətim, canım mənim, Azərbaycanım mənim. Ulu öndər qüdrəti ilə, Heydər baba qeyrəti ilə səs salmışsan sən dünyaya, sən bir tanrı payı kimi ilham adlı oğul verdin el obaya. Şan şöhrəti yayılıbdır günah aya. Pəncəli deyir biz əskərik, igidik. And yerimiz ana torpaq. Hər cəfaya dözərik, ölərik, geri dönmərik. Bizimdir ana torpaq, bizimdir qızıl torpaq. Vətəni qorumağa gərək, vətən sənin, sən vətənin övladısan, oğlusan, qoruyaq ana torpağı. Hazır olaq döyüşə, qələbəni səsləyək. Bu zəfərlər, bu uğurlar bizimdir. Mavi dəniz, göy meşələr bizimdir. Pəncəli deyir bu zəfərlər, bu uğurlar bizimdir. Mavi dəniz, göy meşələr bizimdir. Başı qarlı uca dağlar bizimdir. Yerin təki, yerin üstü bizimdir. Bu Şirvandır, bu Muğandır, bu Qarabağdır, bu Mildir, bu Lənkərandır, bu Lerikdir, Astaradır. Baxmayaraq uğrunda can verdiyim vətəndir. Azərbaycan imanımdır, dinimdir. Qarşısında baş əydiyim mənim ana vətənimdir. Şöhrətim, canım mənim, Azərbaycanım mənim, Azərbaycanım mənim. Vayma ana, əllərinizdən öpürəm. Allah sizə uzun ömür, can sağlığı versin. Astralı şairimiz Şahid Astralıya verirəm. Buyur şahid. Hörmətli qonaqlar, əziz dostlar, hər birinizi salamlayıram bu müqəddəs yurtda. Və Pəncəli haqqında bir şeirimi demək istəyirəm. Pəncəli haqqında mənim çox şeirlərim var. Axırıncı şeirimi, son gündə yazdığım şeirimi deyəcəm. Qəhrəman Pəncəlin, ölməz Pəncəlin. 9 il gəlmədi bahar, yaz sənə. Sönmədi qəblərdə o köz, Pəncəlin. Nə gözəl yaraşır bu ulduz sənə, qəhrəman Pəncəlin, ölməz Pəncəlin. Qartal tək zirvədə süzər düşməni, anasını ağladar, əzər düşməni. Boğazın boynundan üzər düşməni, gecəni gündüzü bilməz Pəncəlin. Qəhrəman Pəncəlin, ölməz Pəncəlin. Kitabı Avesta, Zərdüşt yoludur. Xətai qılıncı, Babək qoludur. Talış balasıdır, pirdir, uludur. Ölçüyə, çəkiyə gəlməz Pəncəlin. Qəhrəman Pəncəlin, ölməz Pəncəlin. Əzmi, iradəsi Poladdan betər. Döndərməz yolundan nə altun, nə zər. Kəsib qıyma böləsən, dözər. Vətəni yadlara bölməz Pəncəlin. Qəhrəman Pəncəlin, ölməz Pəncəlin. Sənsən ülviyyəti zamanın, çağın. Ucatdın üç rəngli zəfər bayrağın. Səcdəgaha dönüb yatan torpağın. Orada da gövhərsən, almaz Pəncəlin. Qəhrəman Pəncəlin, ölməz Pəncəlin. Eşq olsun hər birinizə, var olun. Sözü bizim gözəl şairimiz Əhməd Haqseverə verilir. Tədbirdə iştirak edən hər kəsi salamlayıram. Ölümü qucaqlayanlar, kişi qeyrətinə bülöv çəkilər. Yağlar çıxanda şərik torpağa. İgidlər qeyrətin düşüb ardına, yürər, tələsər şəhid olmağa. Haqqı qorumaq üçün durarlar mətin, onlar haqsızlıqla haqq arasında. Onlar bəla keçməz sərhədə dönər, azğın düşmən ilə xalq arasında.
Ox kimi atılar quduz arzuya, düşmən ümidini talayar onlar. Kəsib öz ömrünün bir hissəsini xalqının ömrünə calayar onlar. Vicdan ələyindən keçər oğullar, vətən qorunmağa can istəyənlər. Torpağa dən kimi düşər şəhidlər, qələbə cücərər doğma vətəndə. Vətənə əbədi qovuşmaq üçün vətən ağuşuna dolar şəhidlər. Biz gəldi gedərik, ana vətənin əbədi övladı olar şəhidlər. Düşdükcə torpağın dərinliyinə yüksəlib uca dağ olar şəhidlər. Ölüm yaxın gələ bilməz onlara, ölümü ölümə yollar şəhidlər. Vətən tarixini yazarlar qanla, əziz vətən üçün candan keçərlər. Şəhidlər ölümü ölümə vida, xalqın sayı qədər qəlbə köçərlər. Qarışıb torpağa vətənləşərlər, dönərlər torpaqda inciyə onlar. Verib torpaq altda çiyin-çiyinə, aparar vətəni dincliyə onlar. Şəhidlər ağladar doğmalarını, ağladar ki bütün xalq ağlamasın. Şəhidlər ölümü qucaqlayar ki, ölüm bütün xalqı qucaqlamasın. Allah hər bir şəhidimizə rəhmət eləsin. Bir Bəxtiyar Hüseynova söz verirəm, buyursun. Hamınızı salamlayıram. Azərbaycanın milli qəhrəmanı, xalqımızın igid oğlu Pəncəli Teymurov özündən sonra bir qeyrət qəhrəmanlıq məktəbi qurdu. 44 günlük vətən müharibəsində qazanılan qələbənin kökü məhz bu məktəbdən qaynaqlanır. Çünki bu məktəb yeni Pəncəlilər yetişdirib. Onlar ölümdən qorxmadan şəhidlik zirvəsinə ucaldılar. Düşmən əlindəykən aranımız, dağımız Pəncəli kimi igid yetirdi torpağımız. Vətən qeyrəti çəkib keçdi düşmən tərəfə. Neçə murdar düşməni qoydu o gün hədəfə. Elə ki üzərinə igid Pəncəli gəldi. Yağının qorxusundan öldü ağzına gəldi. Belə cəsur qəhrəman görməmişdi heç zaman. Düşməni məğlub etdi vahiməli tədbiri. Gücünü göstərərək xalqın kamını aldı. Vətənində şöhrəti zirvələrə ucaltdı. O öz əqidəsində yenilməz zabit oldu. Düşmənə qalib gəlib, özü isə şəhid oldu. Pəncəli yurdumuzun alınmaz saq qalası. Adı əsrlər boyu ürəklərdə qalası. Qoy əbədi eşq olsun belə bir qəhrəmana. Qurur, şöhrət gətirdi doğma Azərbaycan. Çok sağ ol. Şair Anar Seydava buyursun. Bu dağlar heç vaxt boş qalmayacaq. Zaman zaman insanlar şəhərə axışdılar. Kim bilirdi ki 1981-ci ildə Azərbaycanda Pəncəli adlı bir qəhrəman doğulacaq və bütün Azərbaycanın vətəni sevən övladlarını bir-bir doğulduğu dağ kəndinə ziyarət etməyə borclandıracaq. Bizim insan piri sevər və min illərdir ki sevdiklərinin yatdığı müqəddəs torpaqları ziyarət etməyi və o pirdən imdad ummağı düşünürlər. Bugün Pəncəlinin qəbrini ziyarət edənlərin ürəyində vətən sevgisi artır. Sanki bir pir kimi. Bu bir həqiqətdir. Həqiqətdir ki, illərlə bu qəbri ziyarət edən insanların ürəyində vətən sevgisi doğulacaq, böyüyəcək və dərinləşəcək. Şeir oxumaq istəyirəm vətən haqqında. Bir gün mənə bir sual verdilər. Uşaqlar ki, vətən nə deməkdir? Qızım, sual etdin, düşündüm mən də.
hikməti, mənası çox dərində. Dinində, dilində, nəğmələrində özünü tapdınmı, vətən deməkdir. Düşün ana kimi, ya övlad kimi, Tanrıdan ən böyük bir sovqat kimi, heç də düşünməyib dəli at kimi uğruna çatdınmı, vətən deməkdir. Övladın boynunda ən müqəddəs haqq, vətəni qorumaq olmalı ancaq. Ayağın altında əzdiyin torpaq, əyilib öpdüm vətən deməkdir. Daşının üstünə daşını qoysan, düşmən güllə atsa başını qoysan, daşını diz bilib başını qoysan, rahatca yatdın mı vətən deməkdir. Sağ olun. Sözü bu kəndin icra nümayəndəsi Salahaddin müəllim Əliyevə verirəm. Buyursun. Hörmətli qonaqlar, hörmətli yazarlar, bugün Əsərəkəran nümayəndəliyi Nəzarət kəndində əsl toy bayramdır. Bugün Cənub yazarları qonaqlarımızdır. Bugün biz çox fəxr edirik ki, Pəncəli Teymurovun həm yerləriyik. Baya qonaqlar dedilər ki, biz gələndə gördük ki, uca dağları, bu çətin relifi qalxanda dedik, görəsən burada necə yaşayırlar. Əlbəttə burada yaşayanların hər biri bir qəhrəmandır. Burada yaşayanların hər biri bir vətənsevərdir. Yaşlılar Birliği'nin Cənub Regional Mərkəzi Özrə Qafar müəllimlə birlikdə bugün siz Azərbaycan gəncləri üçün bir örnek koydunuz. Bir de Azərbaycan gəncliyini, Azərbaycan balalarını birliğe səsləndiniz, vətənpərvərliyə səsləndiniz, var olasınız. Bir daha bir icra nümayəndəsi kimi sizə minnətdarlığımı bildirirəm və sizə əmin edirəm ki, Pəncəli yurdu, qəhrəmanlar yurdu günü yeni qəhrəmanlar yetiştirecek, yeni Pəncəliler yetiştirecek. Var olasınız, minnətdarım sizlərə. Biz fikirləşdik ki, biz bura hələ boş gəlməyək. Onun üçün də cavan oğlan alır, xahişlər gəlir. Onun üçün də biz elə bir şey fikirləşdik ki, bu yadigar qalsın, əbədi qalsın. Əbədi qalsın. Bəli, hədiyəni də Xatirə xanımdan, Leyla xanımdan deyir. Deməli, o çılçılar, simbolik bir şeydir. Elə bil ki, özüm fikirləşirəm ki, belə biz özümüzlə fikirləşdik ki, bu evə nur saçacaq. Yəni, həm də bizdən Yaşlılar Birliği'nin Lənkəran bölməsi olarak bu tədbirdə iştirak edən dostlarımızın bir yerdə bizim aldığımız o gözəl hədiyəni sizə təqdim eləmək istedim. Və ondan əlavə Lənkəran şəhidləri haqqında mənlə, Qafar Cəfərli ilə Xatirə xatının birgə yazdığı Payızın 44 anı kitabını da bizim qəhrəmanımızın ev müzeyinə təqdim eləmək istəyirəm. Və bir də bu Məşər jurnalında Pəncəli ilə bağlı şeir var. Bu jurnalda xahiş edirəm, bunu da qəbul edirəm. Dostlar, hər birinizə bir daha təşəkkür edirəm. Mən elə bilirəm ki, bugün burada Pəncəlinin ruhu başımızın üstündə yazır. Onun ruhu da şaddır. Onun ruhu da sizə minnətdardır. Və biz bir insan olarak, bir Azərbaycanlı olarak, bir Cənub bölgesinin yazarı olarak, söz adamı olarak biz fikirləşirəm ki, hardasa öz müəyyən qədər borcumuzdan çıxa bildik. İnanıram ki, bundan sonra belə tədbirlər çox olacaq. Pəncəliyə əsr olunmuş ədəbi əsərlərimiz də çox olacaq. Allah Pəncəli Teymurov başda olmaqla bütün şəhidlərimizi rəhmət eləsin. Allah qazilərimizə, müharibə veteranlarımıza can sağlığı versin. Hər birinizə təşəkkürlər. Sağ olun, təşəkkür ederim diqqətinizə görə. Dağlara bir nida düştü, vətən səni səslədi.
Qayalara izin yazıldı, külələr adın səslədi. Astaranın o igidi, qəlbində odun vardı. Torpaq sənə dar gəlmədi, qüdrətin asimana dardı. Əncəli Teymur mərd oğul, adın dillərdə dastandır. Sənin yolunda boy atan hər addım bir bahardır. Şəhid oldun vətən üçün, qaliblikdə payın var. Ruhun göydə bayraq kimi dalğalanır, ay gid yar. Ananın gözündə yaş var, fəqət qürur daha çox. Sənin kimi oğul yetişən yurd heç vaxt olmaz yox. Qardaşların döyüş yolları hələ də səni anır. Sənin qaldığın səngərdə hər gecə bir nur yanır. Əncəli Teymur mərd oğul, adın dillərdə dastandır. Sənin yolunda boy atan hər addım bir bahardır. Şəhid oldun vətən üçün, qaliblikdə payın var. Ruhun göydə bayraq kimi dalğalanır, ay gid yar. Sən gedib zirvəyə qalxdın, şəhidlikən uca taxtdır. Torpaq səni qoynuna alıb, adın bizə bir bayraqdır. Astaranın igid oğlu, qəlbimizdə əbədisən. Pəncəli Teymur vətən üçün doğulan və əbədiləşən.